mən bunun birinci günahın, yüngül günah elə oraya gedən sənətkardadır. Yəni bir böyük sənətkar elə verilişə gedir. O fikirləşməlidir ki, orada kim var? Orada alıcı kimdir? Kim alacaq onun sənətini? Kim onun sənətinə qiymət verəcək? Ondan sonra oraya razılıq verməlidir. İkincisi də ki, əlbəttə ki, o təqsir aparıcıdır ki, qalmaqal salır orada. Çünki aparıcı əsl sənətkarı tanımır. O sənətkarın dərindən sənətini bilmir. O terminləri bilmir ki, nədən sual verə bilər mənə. Allahın olsun, mən bir verilişə gedəndə fikirləşirəm ki, ay Allah, görəsən mən deyim bunları ki, belə suallar verin. Çünki o terminləri bilmirlər, bunlar profesional musiqinin necə yanından keçmirlər. Onlar ancaq qalmaqallı, belə ara mahnıları, bayağı mahnılardan sual verə bilərlər bu indi. Mən bütün aparıcılara şamil eləmirəm. Var, yaxşı aparıcılarımız da var ki, görürsən, sənəti bilirlər. Allahın da olsun, hərdən elə olub ki, mən aparıcıya mətəl qalmışam ki, gör nə yaxşı sual verdi. Bu deməli, sənətdən bunun xəbəri var. Bilirsiniz, ən rahat yolu bunun gedməsinlər elə verilişlərə, əsl sənətkar. Mən gilə eləmirəm, məni bütün verilişlərə çağırırlar hamısına. Amma mən gedmirəm və biləndə ki, orada, yəni mən utanacağım o haldan, gedim orada. Mən də birbaşa danışanam, ağı deyənəm, qarıya qara. Gedib orada, o səssiz oxuyana mən deyə bilmərəm ki, sənin səsin var. Bayağı oxuyana mən deyə bilmərəm ki, sən klassik oxuyursan, sən gözəl bilirsən. Yalandan mən tərifləyə bilmərəm. Ona görə də gedmirəm. Gedib pis olunacaq, qoy, yaxşı budur ki, gedməyim pis olun. Və belə də bu böyük bir bəladır. Bunun bir dənə yolu var ki, bu verilişlər, bu əyləncəli verilişlər azalsın televiziyalarda. Bunun saatını azaltmalıdırlar, yaxşıların yaxşısını çağırmalıdırlar. Çox istedadlı gənclərimiz var, çox. Amma onların birini də görmürəm heç mən efirlərdə. Valla, mən utanıram, onlar utanmır. Bilirsiniz, nə bilim, danışıq səsi ilə, bu kompüterlə düzəlmiş səslərdir. Oxuyurlar, olurlar, oxuyan. Yəni, belə,